Bugün izləyicimizin verdiyi sual üzərinə hansı qidaların qan azlığına yaxşı gələcəyi və hansı halda həmin qidalardan yesək belə qan azlığımızın düzəlməyəcəyi durumlar üzərinə danışırıq. Əgər siz də videolarımı bəyənirsinizsə, əvvəla kanalıma abunə olaraq dəstək olsanız sevinərəm. İndi isə keçək sualımıza. Deməli, əsasən substrat əksikliyinə bağlı olaraq, yəni qan yaranmasında iştirak edən fermentlərin və yaxud da vitaminlərin, elementlərin əksikliyinə bağlı olaraq ən çox görülən qan azlığı növləri dəmir çatışmazlığı, B12 vitamini çatışmazlığı və fol turşusu çatışmazlığı ilə əlaqədardır. Və bu durumlarda biz hansı tip qidalara üstünlük verə bilərik? Təbii ki, heyvani mənşəli qidalar həm dəmir, həm də vitamin B12 baxımından çox zəngindir. Belə ki, qırmızı ət, qaraciyər, yumurta, sarısı və ya ağı, hər ikisi də. Daha sonra paxlalı bitkilər olsun. Məsələn, bura nə aiddir? Mərcimək, lobya ya da qurudulmuş lobyalar da var, noxud. Və yaxud da müxtəlif meyvələr də yenə öz növbəsində vitaminlərlə zəngindir. Amma unutmamaq lazımdır ki, B12-ni biz əksərən bitki mənşəli qidalardan, yox, heyvan mənşəli qidalardan alırıq. Buna görə də veganlarda B12 əksikliyi çox tez-tez görülən durumlardan biridir və onlar bunu substitute etmək məcburiyyətində qalır, yəni ekstra olaraq daxil edirlər bədənə. Və bəzi durumlar var ki, bunlara xüsusilə diqqət yetirməliyik. Məsələn, qanaxmanın olduğundan əlavə bədəndə yenə elə vəziyyətlər var ki, gizli-gizli qan itirik. Bu ən çox qadınlarda görülən haldır və dəmir əksikliyi anemiyasına da səbəb olur. Bu isə menstruasiyadır. Belə ki, menstruasiya zamanı qadın orqanizmi hər bir halda qan itirir və bu uzun müddətdə dəmir əksikliyi anemiyasına gətirib çıxara bilər. Və yaxud da müəyyən yaşdan sonra xüsusilə daha çox görülən mədə-bağırsaq xəstəlikləri var ki, buna məsələn mədənin xora xəstəliyi və yaxud da iltihabi bağırsaq xəstəliklərini misal göstərmək olar. Poliplər və yaxud da bu durumlarda bədəndə gizli şəkildə də olsa qan itirməsi baş verir. Yəni bu qan çox vaxt yuxarı qida mədə-bağırsaq orqanlarından gəldiyinə görə rəngi dəyişilmiş olur nəcislə birlikdə, amma bu dediyim durumlarda bədən gizli-gizli az miqdarda qan itirə bilər ki, bu da bir müddət ayılır ki, şəxs onda anemiya var, yəni qan azlığı var. Və bu durumlarda təbii ki, nə qida yeyirsiz yiyin, əgər bədəndə bir yerdə qan itkisi varsa, təbii ki, buna bağlı olaraq qan azlığı yaranacaq. Və başqa bir hal misal göstərə bilərik. Məsələn, fol turşusu əvvəla danışaq. Fol turşusu özü də qan yaranmada iştirak edən elementlərdən biridir və hüceyrə yaranmasında, çoxalmasında da həmçinin. Fol turşusunu isə müxtəlif bitkilərin yaşıl hissələrində, meyvələrdə, yaxud da narınc kimi meyvələrdə, məsələn, portağaldır, mandarində, bu tip şeylərdə və yaxud da yenə ət məhsullarında, qaraciyərdə, yumurtanın sarısında ya da qozdur, badamdır, bu tip quru meyvələrdə də yenə fol turşusu miqdarı var ki, və bunu da qəbul etmək təbii ki, fol turşusu əksikliyinə bağlı olan anemiyanın qarşısının alınmasında rol oynaya bilər. Və bir də mədə xəstəliklərindən danışaq. Məsələn, bəzi durumlar var ki, o durumda mədənin xüsusi bir molekul ifraz etmə funksiyası pozulur. Həmin bu molekul isə bizim bədənimizdə B12 vitamininə birləşir və B12 vitamininin bağırsağımızdan sorulmasına səbəb olur. Əgər mədəmizdə bir xəstəlik varsa, bu məsələn daha çox mədənin autoimmun xəstəliklərində görülən bir durumdur. Yəni immun sistemin insanın özünə qarşı savaş açdığı durumlarda və bu zaman bu intrinsik faktor dediyimiz faktor yoxa çıxır və insan nə qədər B12 vitamini ağız yolu ilə də qəbul etsə, heç bir şəkildə onda B12 çatışmazlığı bərqərar olmur, yəni bərabərləşmir, normallaşmır. Bunun səbəbi isə dediyim bu faktorun yoxluğudur. Bu halda təbii ki, əvvəla həmin xəstəliklərin diaqnostikası önəmlidir ki, mədədə nə kimi problem var. İkinci halda isə oral yolla yox da parenteral, yəni ki, iynə məsələn əzələ daxili və yaxud da dəri altı iynələr vasitəsilə həkim nəzarəti altında hər bir halda B12 vitaminini bədənə daxil etmək olar. Gördüyümüz kimi qan azlığı çox geniş bir mövzudur və qan azlığının fərqli mexanizmlara əsaslanan növləri vardır. Buna görə də əgər siz özünüzdə sadaladığım kimi halsızlıq, baş ağrıları, təngi nəfəslik, dəri quruluğu və yaxud da dırnağın qopması, saçın tökülməsi kimi durumlar ya da ürək bulanma,
ya da ürəyin tez-tez döyünməsi kimi hallar müşahidə edirsinizsə, ən minimal, ən sadə müayinə üsulu olan qanın ümumi analizində sizin anemiyanızın olub-olmadığı bəlli olur. Əgər varsa, yəni ilk öncə hemoqlobin və eritrosit kimi dəyərlərə baxılır və bunlardan sonra təyin olunsa ki, sizdə qan azlığı var, daha növbəti etapda qan azlığının nə üçün yarandığını daha yaxşı təyin etmək üçün dərin müayinələr aparılır və bu sayədə məhz qan azlığına nəyə bağlı olduğu bilindikdən sonra ona uyğun müalicə olunarsa, şəxs o zaman müalicənin daha effektiv olduğu göstərilmişdir. Hər bir halda, bir də ki, təbii ki, müalicənin davamlılığı, məsələn, dəmir çatışmazlığına bağlı olaraq qan azlığınız varsa və həkim sizə dəmir preparatı yazırsa, sizsə bu preparatı biraz qəbul edib daha sonra öz istəyiniz üzərinə sonlandırırsınızsa, təbii ki, burada istənilən effekti gözləmək biraz çətin olacaq. Çünki qan azlığına bağlı durumlar elədir ki, qanın yaranması üçün biraz müddət lazımdır və terapiyanı davam elətdirmək lazımdır. Həkimin nəzarət altında təbii ki. Əks halda vaxtından əvvəl başa çatmamış müalicələr təbii ki, nəticədə heç bir effekt verməyəcəklər.